Xanımlar, bugün sizlər üçün çox gözəl bir maska skrab paylaşmaq istəyirəm. Ya da ki, skrab maska kimə necə rahatdırsa elə deyə bilər. Deməli, bu maska skrab nə üçün lazımdır? Əgər sizin qara nöqtələriniz və ləkələriniz varsa, həftədə bir dəfə siz bu skrabı edirsiniz və dəriniz həm təmiz olur, həm gözəl olur. Və bunun üçün sizə nə lazımdır? Soda və vazelin. Hər ikisini qarışdırırıq. Həftədə bir dəfə üzümüzə çəkirik. Skrab şəklində bu şəkildə çəkirsiniz və 2-3 dəqiqəlik üzünüzdə saxladıqdan sonra üzünüzü yuyursunuz və nəmləndirici krem çəkirsiniz. Və indi bunu necə etmək lazım olduğunu da sizlər üçün göstərim. Deməli, xanımlar, götürürsünüz təxminən 1 çimdik soda bu şəkildə və yarım çay qaşığı vazelin. Hər ikisini biz bu şəkildə qarışdırırıq və hazırlayırıq. Hazırladıqdan sonra xanımlar, siz özünüz hiss edəcəksiniz, skrab krem kimi nəsə belə bir şey alınır. Və bu skrab kremi biz bu şəkildə üzümüzə çəkirik. Baxın. Bütün üzümüzə çəkirik.